Xalq şairi Nəriman Əsənzadənin xəstəxanadan çıxdıqdan sonra yeni görüntüsü yayılıb. Görüntüləri jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında paylaşıb. 94 yaş, amma söz hələ də ayaqdadır. Nəriman Əsənzadə yenə yazır. Şair sübut eləyir ki, şairlik peşə yox, talih məsələsidir deyə paylaşımında qeyd edib. Xatırladaq ki, Nəriman Əsənzadə bir müddət əvvəl böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Şair Cığatel İsa qızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleymanla bağlı paylaşım edib. Şair nəvəsinin ad günü olduğunu qeyd edib və bu münasibətlə yazdığı şeiri yayımlayıb. Qeyd edək ki, sözgedən hadisə ötən il Ələt-Astara magistralının 38-ci kilometrliyində Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, Nissan və Opel markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstava sakini 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camaloğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.